bir məsələni qaldırmaq istəyirdim. Bizdə son zamanlar mətbuatda rastıma gəlir. İndi bilmirəm, o mətbuat nümayəndələrindən burada var yoxsa yox. Bizdə təbib daxilində çalışan adamların diplomsuz çalışması ilə bağlı. Mən sadəcə bunu o qədər də ciddiyə almadığımız üçün biz bundan bağlı məlumat bölüşməmişik sizlərlə. Mən onu bildirmək istəyirəm ki, təbib daxilində ali təhsili olmayan heç bir əməkdaşımız yoxdur. Və bildirilən həmin şəxslə bizim əməkdaşla bağlıdır. Onu bildirmək istəyirəm ki, həmin şəxs Azərbaycan Tibb Universitetinin Tibbi Profilaktika fakültəsini bitirib və Tibbi Profilaktika fakültəsini bitirənin diplomuna da həkim yazılır və ondan sonra səhiyyənin idarə olunması ilə bağlı master dərəcəsi alıb beynəlxalq tədbirlərdə, beynəlxalq qurumlarda işləyən bir əməkdaşımızdır. Bizim çox dəyərli əməkdaşlarımızdandır. Mən sadəcə mətbuat nümayəndələrindən təbiblə bağlı və bizim məsələlərlə, bizim əməkdaşlarla bağlı məlumatları paylaşmadan öncə dəqiqləşmə etməyinizi xahiş edirəm. Çünki biz həmişə mətbuata dost qurumuq, sizləri də özümüzə dost hesab edirik və ona görə də istəyirik ki, sizin paylaşdığınız hər hansı bir dəqiqləşməmiş məlumat birbaşa sizlərin reputasiyasına ziyandır. Yəni, biz ona görə çox bəzi məsələlərdə təqsir vermirik ki, sakitləşsin məsələ ki, bu məsələ unudulsun. Çünki biz təqsir versək, sizlər çətin vəziyyətdə qalacaqsınız. Ona görə də xahiş edirəm, bu məsələlərdə diqqətli olun, məlumatları bölüşməmiş bizim PR komandamız var, onlarla bütün məlumatları bölüşə bilərsiniz, sorğulara çox. Biraz gec olur cavablar, mən onların da vəziyyətini anlayıram, çünki ölkədə yalnız rəsmi mətbuatda işləyənlər yoxdur da, yəni elə insanlar da var ki, onlar adicə telefonla belə xəstəxanaya girib çəkiliş edir, sonra sorğu göndərir ki, bunu cavablandırın. Amma həmin şəxsin hansı mətbuat orqanında işlədiyi, hansı televiziyada, hansı saytda işlədiyi belə bəlli deyil. Amma biz məcbur oluruq ki, onları da cavablandıraq. Ona görə də iş yükü çoxdur, amma çalışırıq ki, mümkün qədər sürətli şəkildə eləyək. Xahiş edirəm, bütün məlumatlar bölüşdürəndə dəqiqləşmə eləyək.